Salam. Kaspin 12 oktyabr 2025-ci ildə 11-ci sinif üçün keçirilmiş buraxılış sınaq imtahanı, Azərbaycan dili sualları, qrammatika suallarının izahını verməyə çalışacağam. Nə istəyir? Tərkibində uzun tələffüz edilən, qalın açıq sahət iştirak edən sözlər müəyyən edin. Birinci sözümüzün adı nədir? Səyahət. Səyahət necə olur? Deməli, səyahət. A uzun tələffüzündə, həmçinin A həm qalındır, həm açıqdır, həm də uzun, deməli, tərkibində uzun tələffüz olunan qalın açıq. A həm qalındır, həm də ki, açıqdır, həm də uzun tələffüz olunur. Deməli, biri nədir? Birdir. Sonra xəzinə sözündə i uzanır, bu qapalıdır. Xüsusi sözündə o uzanır, qapalıdır. Moizə, o uzun tələffüz olunacaq, həmçinin moizə həm qalındır, həm də ki, açıqdır. 1-4. Kəramətdə də tələffüzündə nə olur? Kəramət. Kəramət. Düzdürmü? A uzun tələffüz olundu, həmçinin nədir? Həm açıqdır, həm də ki, qalındır. Ona görə doğru cavab nə qalırdı? 1, 4, 5. 1, 4, 5 A variantı. Fonetik norma, leksik norma, qrammatik norma. Deməli, sözün düzgün yazılışı gedirdi nəyə? Fonetik normaya, A-ya. A. Sözün mənasının düzgün yerində istifadə edilməsi ilə bağlıdır. D. Daha doğrusu B. Sonra bir dəqiqə. Deməli 1, 2, 3. 1-ə getdi, fonetik normaya getdi A. 2-yə getdi B. Bir sıra bir çox sayından sonra gəlin isim cəmdə olması C. Qrammatik norma. Tək qoşmasının artırıldığı nitq hissəsinə bitişik yazılmalıdır. Bu fonetik normadır. Bitişik yazılma məsələsi fonetik normadadır. Olmalıdır deməli nə? D. Eyni sözün təkrarından əməl gələn mürəkkəb sifətdən sonra gələn isimlər təkdə işlənə bilməz. Məsələn, qırmızı, qırmızı, alma yox, almalar. Alma olarsa hansı norma pozulur? Qrammatik norma. Deməli, 3-ə də gedəcək nə? E variantı. 1-ə AD, 2-yə bu, 3-ə CE. Doğru cavab E variantı. Ehtişamla sözünün təhlili ilə bağlı səhv fikir. Bunun tələffüzü olacaq şam n. Ehtişamla h-t-ş. Kardır, doğrudur. 3 kar, 3 cingiltili. M-n cingiltilidir. Saitlərdən 3-ü açıq, biri qapalıdır. A-lar, A açıqdır, I qapalıdır, doğrudur. Sözün yazışı ilə tələffüzü arasında 3 fərqli məqam var. Xeyr, neçə fərqli məqam var? Ehtişam, n, bir dənə də n. 2 fərqli var. Doğru cavab nədir? C. 4 samitin qarışığı yoxdur. Deməli, m-dır, n-dır, n-dır, bir də h-dır. Uzun tələffüz edilən say hissəsi yoxdur, doğrudur. 33-də C variantı. Verilmiş cərgədə hansında kar cingiltili samit cütlüyü işlənmişdir? Kənd həkimi burada t olur, həkimi elə bir şey yoxdur. Uşaq, uşaqlıq, bunun tələffüzü olacaq. Deməli, uşaqlıq. Uşaqlıq arzusu. Niyə? İkinci tərəf saitlə gəlir. Başlayan söz gəlib deyə q necə tələffüz olunacaq? Ğ kimi. Sözün kökü də uşaqdır. Samitlə başlayan şəkilçi gəlibsə, qdan sonra samitlə başlayan şəkilçisini görəndə q xıya çevrilir. Kar cingiltili samit cütlüyü x-la ğ-dır. Doğru cavab elə nədir? B variantı. Kürəkdə kürəkdir, x-dir, bir də k-dır. Məktubda p-dır, p-nın da qarşılığı b-dır, başqa bir şey yoxdur. Şəffaf qab, burada da bir şey yoxdur. Doğru cavab deməli nə qaldı? Doğru cavab qaldı 34-də B variantı, x-ğ. Səbəbini də dedik. Sonra digər, deməli, məsələyə baxırıq. Digər məsələ nədir? Bizdən nə istəyir? İstəyir bizdən, bunu belə eləyək. 34-ü dedik, 35. Verilmiş cərgələrdən hansında bütün sözlərin yazılışı səhv verilmişdir? Burada deməli yazır,
Qonorardır. Qonorar. Bu yanlışdır. Bədniyyətdə 2 olur. Layihə doğrudur. Yəni burada sıxıntı yoxdur layihə sözündə. Xüsusiyyət hər biri doğrudur. Sözündəki Sait Samit yerindədir. Üstün xəttdə T olmur. İtaətdə Y olmur. Burada yəni səhv yazılmamış. Üstün xəttlə itaət yazılıb, xüsusiyyət yazılmayıb. Xüsusiyyət doğru yazılıb. Bunlar üstün xəttlə itaət səhv yazılıb dedi. Çin, kudurət doğrudur. Fakültə doğrudur. Hazırki burada deməli sıxıntı yoxdur. Bunlar doğrudur. Bugünkü qafiyə dalğıc. Dalğıcda C olmalıdır. Qafiyədə Y-nın biri olmur. Bugünküdə də bu deməli bu günkü olmalıdır. Doğru cavab nədir? D variantı. Hətta da T olmalıdır. Bu yanlışdır. Kommunalda M-ın biri olmalıdır. Kommunal. Təəssüb də nədir? Təəssüb. Bu doğrudur. Deməli, yanlış yazılan nə idi? D variantı. Hansı sözdə o saiti A kimi tələffüz edilmir? Lokal, modern və deməli lokal, modern, vokal, model, modul olmaz, elə modul olar da. E variantı. Amonimli olan frazoloji birləşmə işləmi cümləni müəyyən edin. Danışılan əsaslı söhbətlərin əlindən artıq nə eləmişdi? Cana, bir də nə var idi? Gəlmişdi. Cana gəlmişdi, yəni burada bezmək mənasındadır. Bezmişdi. Frazoloji birləşmənin amonimdə frazoloji birləşmə olmalıdır. Bir də ki, cana gəlmək dirilmək mənasında. Yəni, məsəl üçün, o yedi, içdi, cana gəldi, kökəldi. Frazoloji birləşmənin amonimdə frazoloji birləşmə olmalıdır. Doğru cavab elə nə idi burada? A variantı. Bəzilərinin, deməli, bəzi filmlərin əsl mənası üzərindən zaman keçdikdən sonra başa düşürsən. Başa düşmək frazoloji birləşmədə amonim deyil. Baca uşaq bayaqdan danışırdı, dilotu yemişdi. Dilotu yemək amonim frazoloji birləşmə deyil. Kənddə yaşadığı günlər üçün indi Muradın burun ucu göynəmək həqiqi mənada işlənə bilər. Frazoloji birləşmələrin bir mənası həqiqi, bir mənası məcazidirsə, nədir o? Deməli, amonim deyil. Təbii ki, Muradın burun ucu göynəmək burada frazoloji birləşmədə, amma soyuqdan da burun ucu göynəyə bilər. Orada biri həqiqi, biri məcazisi amonim deyil. Güclü ordumuz öz sözünü demiş, düşmənin gözünün odunu almışdı. Gözünün odunu almaqdakı frazoloji birləşmə olsa da amonim deyil. Verilmiş xüsusiyyətlər hansı bədii üsluba xas deyil? Sözün paytı funksiyası bədii üslubun əsas göstəricisidir. Obrazlıq həmçinin. Bədii mətnlər nəzm və nəsr şəklində təzahürü. Dialektizmlər, varvarizmlər əsasən obrazın dilində bu üslubda öz əksini tapır. Mürəkkəb cümlə tiplərindən geniş istifadə bu mürəkkəb cümlə elmi üslubun göstəricisidir. Son samiti kar qarşılığı kimi tələffüz olunur. Monitorinqdə nə olur? K kimi. Q'nın da ki kar qarşılığı K-dır. Çiyələkdə xüstüşdirikdir, bildiyimiz yumuşaq Y-dır. K-ın da qarşılığı G-dır, bu deyil. Yəni, götürmək olmaz. Mürəkkəbdə bu nəyə çevriləcək? P-ya, kar qarşılığı ilə. 1, 3. Velosipeddə də D nəyə çevriləcək? T-ya. Kar qarşılıqdırmı? Bəli. Sonra çıxışlıq olacaq. Q'nın da kar qarşılığı K-dır. Düzdür. Amma burada X verib deyil deməli. Elə olanda nə oldu? Monitoring Q, mürəkkəbdə BP, velosiped 1, 3, 4. Doğru cavab D variantı. Məna tayları müxtəlif hissələrinə aid olan amonimləri müəyyən edin. Ağrı sözü olar. Bir ağrı nə? İsim. Bir də ağrımaq feili. Hərəkət əşya. Biri birdir. Satirik ümumiyyətlə vurğusun dəyişməyi ilə mənasını dəyişən sözdür. Sifət olanda sonda, daha doğrusu sifət olanda sonda, bəli, isim olanda ikinci hecada. Dolu sözü bir yağışın adı, isim kimi. Bir də dolu qab, dolu, məsəl üçün vedrə. 1, 3. Yağışın adı oldu isim, bildiyimiz isim. Amma dolu qab oldu sifət. Ağrımaq olanda feil oldu.
Bir də ki, ağrı nə var? İsim var. Deməli, 1, 3, sancaq sözü deyil, bir də səksənmək. Səksənmək olanda oldu feil. 80 bir də nədir? Say kimi. Muxtərin hissəsinə olan say. Deməli, elə olanda cavab nə qaldı? 1, 3, 5. Muxtərin hissəsinə aid dedik 80-mək say feili var, 80 sayı var. 1, 3, 5 doğru cavab A variantı. Qrammatika suallarının izahı bu qədər.